Salam ağaçlar. Salam aleyküm, hər vaxt xeyir olsun dostlar. Gözəl kebabları qardaş. Bax, Evet, çək evet. göstərməyimin səbəbi var. Qırçını görsən, bura gəl, üstü görməsin. Bax, kebaba bax, pillə, et pillə, buna bax. Dobruluq abi. And olsun Allaha, yəni lokum burada, yəni bundan ötürü yox. Məşhur Beyləqan kebab evinin, məşhur rullet kebabları mən həqiqətən də Azərbaycanda hamı bilir ki, ən məşhur kebab evi ilk dəfə Beyləqan kebab evi mən açmışam. Dünya ilə bir məşhur ev eləmişəm, kebab evi. Beyləqan kebab evi, indi hamı kebab evi açır, üstündən keçib gəlir. Hamı indi Beyləqan, hamı kebab evi açır, biri Firdevsi kebab evi, biri Ələmşah kebab evi. Elə bilirlər ki, elə kebab evi adı qoyan kimi elə dolacaq ora kletlə, ya cibləri dolacaq, elə bir şey yoxdur. Kebab evini açan oğlan mətbəxdə böyümüşəm. Bir kilo ətdən 10 cür yemək pişirir. Əlimiz, ayağımız, dadı, ləzzəti, hamı bilir. Bax, gördüyün kimi. O yeməyi çatdırmaq lazımdır müştəriyə. O yesin, o ləzzət alsın, ağzı dada gəlsin. Bax, bu tipdə. Və qiyməti elə qoymalısan ki, insanların cibinə uyğun olmalıdır, inciməməlidirlər. Gəldi, yedi, içdi. Samavar çayım mən niyə hədiyyə verirəm üstə onlara. İnsanların qoy körünü xoş olsun, qapımıza gəlirlər, bizi deyib gəlirlər, kebabımızı yeyirlər, qiymətlər münasib, gözəl ətlər, məhsullar, hamısı tamamlanmalıdır bir-biri ilə. Bunu gərək bacarasan, yoxsa kebab evi açdı, elə cibi dolacaq bunun saat. Elə bir şey yoxdur. Bütün Azərbaycan rayonlarından gəlirlər bura, xaricdən hamı gəlir. Bütün, nəfər deyim, bütün Azərbaycanlıları salamlayıram, bütün xaricdə, qıraq ölkələrdə yaşayanların hamısı çox sayda gəlirlər. Bilirsən nəyə gəlirlər? Gəl göstərim sənə. Gəl göstərim sənə. Gəl, bax, buna gəlirlər. Bax, bunu göstərmək lazımdır. Bunu çəkib göstərirəm ki, hər gün olduğu kimi bizim ətlərimiz xaladeni yüzü görmür. Elə oradan doğruyuruq, Allah bərəkət versin, Allah cəmaatın qazancımız bol eləsin. Qazan yeməklərimiz burada pişir, hal-hazırda orada da var, göstərmişəm biyaqlarım. Deməyim odur ki, kebab evi qoymaqla deyil. Gərək bu sənəti biləsən, bacarasan, insanların təmizliyidir, yeməyin gözəlliyidir, cibinin qiymətinə görə uyğun qoymalısan və verdiyin ətlər göz qarşısında olmalıdır. Oradan, buradan gətirib Beyləqanın adını hərdən çəkirlər, o deyil. Beyləqanlı mənəm, yerli, bütün Beyləqan rayonunda salamlayıram, hamı məni tanıyır, geçək. Mən uşaqlığımdan restoran işlətmişəm. Kebabçıyam, özdə məşhur, hamı da bildi əlimin dadın, ləzzətin. Yəni kimsə də məndən kəllələşə bilməz bu sənətdə. Kebabında, qazan yeməyində, heç bir şeydə. Yəni göstərdiyim odur ki, yolunuzu gözləyirəm. Bakıxanovda Beyləqan ailə bir restoran, Beyləqan kebab evi, mənə məxsusdur Beyləqan kebab evinin